Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in əmmə ba'd. Deməli, bu Qasım Səfərov yeni bir cavab verib, bir video hazırlayıb təzədən. Öz batilini, böhtanını qüvvətləndirmək üçün təzə bir şey tapıb güya. O da deyir, bir sayt var, sizin Vəhabilərin deyir, istifadə etdiyi bir saytdır, İslam web saytı və orada bir sual verirlər. Sual cavabda qadın sual verir ki, mən rəfiqəm xristiana ərə getmək istəyir, nəsraniyə. Və mən də ona yalan danışmışam, o nəsrani ilə bağlı. Bu əməl düzdür, doğrudur. Onlar da deyir, sayt heyəti cavab veriblər ki, düz eləmirsən, problem yoxdur, onu qorumusan, yəni bir növ küfrə düşməkdən, yəni hardasa təhlükədir də, yəni xristiana ərə getmək dininə görə. Yəni burada belə bir şey yoxdur. Sən əksinə onu xilas edəmsən, qorumusan və sonra Nəvvavinin sözünü gətirirlər. Dəlil olaraq. Hər bir məqsədə çatmaq üçün. Yəni sən ya mən səni başa düşə bilmirəm. Sən bizi ələ salmısan, yoxsa nə etmək istəyirsən sən burada? Oyunu oynayırsan sən burada. Təhqir eləmək istəmirəm, amma nə bilim olur, söz tapmıram sənə deməyə. Səndən tələb etdim ki, açıq-aşkar vadih söz gətir. Nəvvavinin sözünü, necə ki, mən Xoyinin sözünü gətirdim. Xoyinin məsələsindən qaçırsan, öz aliminin sözünü gətirdim. Buradan gətirsən, oradan, buradan çöp axtarırsan yapışmağa. O saytı qoy qırağa, o sayt, mən şəxsən o sayta etibar etmirəm və o saytda o suala cavab verən şəxslər də məchuldur, bilinmir kimlərdir, alimdir, şeyxdir, kimdir, tələbədir. Mötəbər olaraq mən o saytın cavablarını mötəbər saymıram. Ayıbdır. Ya bir kitabdan gətirsən, hər hansı bir mötəbər şeyxin, bizim qəbul etdiyimiz bir alimin sözünü gətirsən, hardasa hansı kitabda açıq-aşkar, o deyərəm hardasa, hə. Hansısa sayt gətirmirsən və o saytdan deyirsən, sayt heyəti görün nə cavab veribdir və orada Nəvvavinin sözündən istifadə edir. Bu gülməlidir. Gülməlidir, öyle də ağlamalıdır. Bilmirsən, güləsən, ağlayasan. Sənə dedim ki, ittiham məqamıdır, Nəvvavini ittiham edirsən da, bizdə də ittiham edirsən ki, biz güya, yəni müxalifə rədd etdiyimiz, cavab verdiyimiz zaman yalan danışa bilər. Yəni deyirsiniz, yalan danışa bilər, sizdə belə bir şey normal bir haldır, deyir, Nəvvəvi görün nə deyir. Mən də onun müqabilində sənə deyirəm ki, bizdə də öyle, o sizdə elədir. Elə sizdə elədir o. Müxalifə rədd eləyəndə, cavab verəndə, bacarmayanda yalan danışa bilərsən və sənin qarşıva açıq-aşkar Xoyinin, aliminin, hansı ki, sən ona rəhmət oxuyursan, sözlərini gətirdim, fətvalar gətirdim. Açıq-aşkar ləfz. O kitabın səhifəsinə kimi, həmin o məqama kimi gətirdim, qoydum qabağıma. Bu məqamdan qaçırsan, bu yerdən qaçırsan. Cavab vermirsən. O ki, neçənci dəfədir ki, mən sənə deyirəm ki, bax, cavab ver buna. Cavab vermirsən. Yəni, cəmaatın fikrini yayındırırsan bu məsələyə, bu istiqamətdə, burada susursan. İndi də video təzədən hazırlamısan, deyirsən ki, daha mən bir də cavab verməyəcəm daha. Daha bəsdir. Mən də axırıncı cavabımdır. Sən buna cavab verdin ki, mənə. Açıq-aşkar sənə ləfz gətirdim. Buna cavab ver. Səndə deyil bu şey. Məni ittiham elədiyin şey səndə deyil. Açıq-aşkar ləfz gətirə bilirsən, gətirə bilmirsən, oradan, buradan, nəsə saytdan, nəsə tapdın, belə bir şey. Bunları qoy qırağa. Bir də Xoyinin məsələsinə cavab ver. Yox, verə bilmirsənsə vəssalam, get, öz işlərinlə məşğul ol. Sonra deyirsən ki, gəl indi bu məsələn bağlıq, gəl gedək, ondan sonra səhabə ədalətindən danışaq, filan məsələdə bəhs eləyək. Sən elə buna cavab verdin ki, sən fırrada durmusan. Burada belə fırradırsansa, sən, yəni, bütün söhbətlərin budur, fırlatmaqdır. Nəysə, Allah islah eləsin. Allah hidayət versin. Subhanəkallahumma və bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbu ileyk.